Hansı bölgəyə aid olduğunu bilmirəm, amma vişnəli toyuğu çox sevirəm. Sezonun ən məşhur yeməklərindəndir. Dəhşət dadlıdır. Kim hazırlamayıbsa mütləq hazırlayın. Toyuğu qəşəng o öz kərə yağı ilə duru yağ qarışımında qızardırıq. Üzərindən qızarmış toyuğun soğanı əlavə edirik. Soğanın üzərindən şəkər tozu və duz əlavə edib bir 5 dəqiqə qovururuq. Və bu arada sizə bir şad xəbərim var. 2 iyuldan 8 iyul tarixlərində Tam Store'da mat edən qiymətlər kampaniyası var. Tam Store marketlər şəbəkəsi müştərilərinə möhtəşəm endirimlər təqdim edir. Bu kampaniyaya həm qida, həm də qeyri-qida daxildir. Təsəvvür eləyin ki, qarabaşağın 1 kilosu 99 qəpikdir. Azərşəkərin 1 kilosu 1 manat 35 qəpikdir. Bu cür fürsətləri qaçırmayın. Gedin Tam Store marketlər şəbəkəsinə. Həm büdcənizə, həm cibinizə qənaət etmiş olacaqsınız. Kampaniya 8 iyuladək davam edir. Bakıda bir çox yerlərdə Tam Store marketlər şəbəkəsi var. Ona görə sizə ən yaxın filiala gedin, istifadə edin bu kampaniyadan, həm cibinizə qənaət edin, həm də möhtəşəm məhsulları almış olacaqsınız. Və toyuğun qızartdıqdan sonra soğanla bir yerdə vişnənin suyu və tumu çıxmış vişnəsini də əlavə edirəm. 15 dəqiqə bişirirəm və salam. Yanında plovla təqdim edirik. Dəhşət dadlıdır. Mütləq hazırlayın. Mənə sağ ol deyəcəksiniz.